Salam əzizlərim, universitet vloquma xoş gəldiniz. Bugün ikinci gündür və bizim 3 dərsimiz var. Həmçinin universitetimizin ən yaxşı, anlayışlı müəllimi olan Sübhan müəllimin bizə son mühazirəsidir və təkcə hüquqdan deyil də həmçinin karyeradan, gələcəkdən də bəhs etdik və bizə dəyərli tövsiyələrini verdi. Daha sonra sığortanın seminarındaydıq və ondan sonra əməliyyat axtarış fəaliyyətinin mühazirəsi olmalı idi, amma dərs ləğv olundu və biz də təbii ki dönər yeməyə getdik. Bu arada təkcə dönər yemirik, həmçinin bir şey də qeyd elirdi bugün. O da mənim YouTube-da 10.000 abunəyə çatmağımdır. Bu arada bütün izləyicilərimə buradan təşəkkürlərimi bildirirəm hər zaman yanımda olduğunuz üçün. Getdik Arazdan 6 nəfərə 6 manatlıq bir tort aldıq və burada sevincimi görürsünüz zaten. Oradan da universitetimizin sevimli Beta kafesinə yollandıq ki, tortumuzu kəsək. Tortu çox bəyəndik. Boşqaba pul verməmək üçün hamımız eyni boşqabdan, daha doğrusu tortun özündən yedik, bu da tortun son halı. Axırda da mən çayı masaya dağıldım. Qətiyyən təəccüblənmədik, çünki bu həmişə baş verir. Biz ad günü keçirəndə ya kimsə tortu aşırdır, ya da ki çay dağıdır. Burada bu universitetin mənə qazandırdığı ən gözəl hədiyyələrimi görürsünüz. Cidden çox sevirəm sizi qızlar, yaxşı ki varsınız. Sonra evə gəldim, biraz alça yedim və üzgüçülüyə yollandım. Burada artıq çıxandan sonra saçımı fenləyirəm. Hava biraz soyuq idi axşam tərəfi. Yaxşı ki pencək götürmüşdüm özümlə. Axşam tərəfi evə yollandım, aksesuarlarımı çıxartdım və bu videonu editləməyə getdim. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.